Bax. Öpürəm. Atam bala, gül bala. Marmarat nanəli konfet bala. Ay maşallah. Saç yerində. Bax. 80 kat saç yerində, hamısı yerində. Budur. Elibala məktəbinin özəlliyi, gözəlliyi bax. Bax, holdrensluğu da yerində. Hasan bala gələcəkdir. Hasan bala. Bu bizim 3-cü dərsimizdə, yəni o bazar günü o yoxlanışıydı. Bu 3 günə nələr öyrənmişik, gündə bir dənə təzə ritimdir. Nələr öyrənmişik, onu başdan başlayıb bir nağarını qaldı görün. Ay maşallah, əla yerində. Şimdi mən göstərəcəm, sən ifadə eləyəsən. Bax. Maşallah, oy qodan alım sən. Dur, var elə bala məktəbi gəlində. Yalvar ismini bax. Zəncir ismi. Hələ 24 saatı tamam olmuyubdu zəncir ritmini. Qazaq ritmini 2 gündə biraz təkrarlandı. Amma bu da zəncir ritmi. Elibala məktəbi həmişə sürprizlərlə oldu. Mən həmişə çəkilişlərdə də, danışanda da deyirdim ki, çox sürprizlər var. İnşallah mən istəmirdim ki, Hasan balanı birdən çıxardım. Amma məcbur qaldım ki, çəkilişlər çıxardım ki, yəni 4 günə, bəli, 4 günə bütün ritimlərin hamısı keçirilirdi. Bir dənə qalıb qaytarı ritmi, onda bu günləri keçərik. Çoxdur, ritim tutarastır, lirik ritimlər var, yəni çox ritimlər var. Elzanız müəllimi yaşayış yeri, Gəncə şəhəri iş yerimizdən Mövçular Mədəniyyət Sarayının qapısı xalqımın balalarının üzünə açıqdır. Biz hazırlıq qəbul eləyək, nəyi biliriksə də. Sən tələbə qazanalım. Ay maşallah. Budur. Görülən işlər də budur. Allah canlarına sağlıq versin. Bizə orada gözəl kommentariya yazanlar sağ olsun. Elibala məktəbinə gözəl qiymət verənlər. Gördüyümüz işlərin qiymətini alırlar. Sağ ol Hasan bala. Bu çəkilişin əziyyətini çəkən Yoska baladır, Yoska bala. Nə tərsən ay Yoska bala? Yaxşısan? İndi sənin də çəkilişini eləyəcəyik. Sağ ol Hasan bala, öpürəm səni.